Hörmətli Azərbaycan xalqı, hörmətli Azərbaycan xalqının milləti, Gədəbəy rayonunun icra başçısının millətə verdiyi zülüm. Deyin görüm, Gədəbəy rayonunun cəmaatı hal-hazırda düşmənlə sərhəddə yaşayır. Özünü düşməndən qorusun, yoxsa Gədəbəy rayon icra başçısından qorusun? Buna kim cavab verəcək? Tikilini məhkəmənin qərarı olmadan Gədəbəy rayon icra başçısının sökməyə icazəsi varmı? Bu haqsızlığa kim göz yumacaq? Təbii ki, ölkə başçımızın bundan xəbəri yoxdur. Bundan xəbəri olsaydı, dərhal onu cəzalandırardı. Baxın, növbəti fikirlərimizin hər birini bütün Azərbaycan xalqı görəcək. Təbii ki, sahibkarla görüşdük. Görüşə bilmədik daha doğrusu və bir neçə məlumatlar əldə etdik. Ekoloji və Təbii Sərvətlər Nazirliyinin verdiyi sərəncama əsasən Turizm və İstirahət Mərkəzinin tikilişi üçün və yaxşı bu sənəd verilib. Bəs nə üçün Gədəbəy rayon icra başçısı bu obyekti söküb? Bəs buna kim cavab verəcək? Baxın, bu qədər haqsızlığa baxın. Bu tikinti keçən ildən davam edir. Bundan Gədəbəy rayon icra başçısının və onun müavininin xəbəri var idi. Nə üçün? İl yarım tikinti getdi, il yarımdan sonra tikinti söküldü. Nə məsələ idi? Açıqlamanı Gədəbəy rayon icra hakimiyyətindən bizə vermədilər. Baxın, hörmətli Azərbaycan xalqı. Bu da bu. Bu, Gədəbəy cəmaatı özünü ermənidən qorusun, yoxsa Gədəbəy rayon icra hakimiyyətindən qorusun?